Salam YouTube kanalımın izləyiciləri, bu videonu xüsusilə rus bölmələrində Azərbaycan dili, dövlət dilini tədris edən müəllimlərə aid edirəm, həsr eləyirəm və bu videomuz həm sertifikasiya imtahanı verəcək, həm də MİQ imtahanı verəcək şəxslərə aiddir. Daha çox sual gəlir mənə ki, MİQ imtahanında kurikulum Azərbaycan dilində olur, yoxsa rus dilində? Cavab olaraq deyim ki, keçən ilə qədər deyilənə görə rus dilində olub, amma bu keçən il mən şəxsən imtahanı Azərbaycan dilində verdim. Yəni kurikulumu Azərbaycan dilində verdim. Təbii ki, öz ixtisasımız da Azərbaycan dilindədir, amma qaldı ki, müsahibədə bəli, rus dili səviyyəsi yoxlanıla bilər. Suallar rus dilində verilə bilər sizə. Sonra bundan başqa rus dilində hər hansı bir dərsin bir hissəsini danışmaq istənilsin sizdən. Yəni bu cür suallar gözləniləndir. Amma qaldı ki, rus dilini bilmədən qəbul olmaq məsələsinə təbii ki, bu müsahibə götürəndən çox asılıdır. Hər hansı bir qəbul olanda və ya da keçəndə hansı kriteriyalar əsaslandırdıqlarını təbii ki, ümumi şəkildə qeyd edirlər, amma sizə bunu bildirmirlər və siz nəyə görə keçdiyinizi, nəyə görə kəsildiyinizi onu da bilmirsiniz. Qaldı ki, sualların səviyyəsinə. Suallar heç vaxt ola bilməz ki, əvvəldən axıra qədər asan olsun və ya da çətin olsun. Hər səviyyədə sual olacaq. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Vaxtı düzgün bölmək lazımdır. Bir də hələ ki imtahanımıza 20 gün vaxt qalıb və 20 günü yüksək dəyərləndirməliyik, çoxlu test işləməliyik. Bunun üçün isə mən demək olar ki, bir 20-yə yaxın, hətta 40-a yaxın deyirəm. Çünki 20 hazırda mövcuddur burada. Lakin bundan əlavə də sınaqlarımız mövcuddur və bu sınaqlar təbii ki, ödənişlidir. Ödənişsizi də var, müəllimlərlə bölüşdüyüm ödənişsiz testlər də var. Sınaqlar